Bu günləri 3 iyun 2026-cı il. Sabirabad rayonundayıq. Bax, mən sizə dəqiq tarixlər çəkirəm. Yəni, baxa bilərsiniz. Burada tarixi də sizə göstərdim. Baxın, 15-27, 3 iyun 2026-cı il. Yəni, tarixi burada səhv demirəm, anlatmıram kimisə. Gördüyünüz sahəmiz, bir dənə gəl bax, bu ortadan dur da bax, belə sahəmizi görsək, bir dənə bostanımızı görsək ki, maşallah olsun. Allah xeyri, bərəkət eləsin. Qrant F1 çeşidinin sahəsidir, bostanıdır. Ərazimiz də böyük ərazidir, maşallah olsun. Bax, indi mən statusda videolar paylaşıram. Bəx Legion'un videolarını paylaşmışdım. O ki, toxum alanlar yazırlar, başqa çeşid əkənlər ki, bizdə belə, niyə belə deyil, bizdə belə deyil. Qardaş, alanda keyfiyyətli toxum almaq lazımdır, məhsuldar toxum almaq lazımdır. İndi sizə göstərmək istəyirəm. Bunlar hamısı bir reallıqdır. Reallığı sizə göstərmək istəyirəm. Baba, bax, bir dənə bunu belə qaldıracağım. Gəl bir dənə bunu belə göstər. Hələ bu yuxarıda olan balaca qarpızlara bax. Gördün? Ağız aşağıya da baba, falan hamısı qarpızdır, maşallah olsun. Allah xeyri, bərəkət eləsin, xeyirli olsun. Bax, bu illəri bilirsiniz ki, ən çox yağıntılı il olubdur. Ən çox yağış bu il yağıbdır. Ona baxmayaraq, bu bizim opşi yetişmədə gelişmələr olsa da meyvə tutumlarında, qarpızların meyvə tutumunda, mayalanmasında heç bir sıxıntımız yoxdur. Maşallah olsun. Kifayət qədər üstündə qarpızımız var. Hamısı sağlam şəkildə. Gəl bunların yaxından çəkinəm. Baba, bunlara bax. Heç bir deformasiyası yoxdur. Sağlam gəlir. Bax, görürsünüz, ardarda böyükdən kiçiyə doğru gəlir. Meyvələrin də hamısı normal qaydada gəlir, heç bir deformasiyası yoxdur. Düzgün qaydada gəlir. Havalar yağıntılı keçsə də, havalar axşamlar bilirsiniz ki, 1-2-3 gündür də belə deyək, havalar tam düzəlibdir. İndiyənə kimi yağışlar, küləklər, axşamlar temperaturun aşağı düşməyi, gündüzlər temperaturun yuxarı olmaq, bunları qarpız yetişdirməkdə şərtdir. Bəzi hallarda başqa problemlər yarada bilir, amma bugünkü gündə maşallah olsun. Həm Legio F1 çeşidimizdə, həm Grant F1 çeşidimizdə həm tağa getmək cəhətindən, həm məhsuldarı olmaq cəhətindən heç bir sıxıntısı, problemi yoxdur. Maşallah olsun. Bu bir tağda deyil. Bütün tağlarımızda gedişat eynidir. Bütün tağlarımızı sizə yaxından göstərə bilərik. Hamısını tam rahat baxa bilərsiniz. Baxın, burada belə duranda görürsünüz ki, tağ maşallah olsun, dizə vurur. Xeyri, bərəkətli olsun. Allah xeyir versin. Sakata şirkətinin Grant F1 qarpız çeşidi. Gəl bax, buradan da belə ehtiyatlı şəkildə qarpızı xışlamadan bir-ikisini görsədək, çəkiliş kifayət eləyər. Gəl. Bunlara bax, Grant F1 çeşidi. Maşallah olsun. Allah xeyri, bərəkətli eləsin. Xeyir olsun. İkisi yan-yanadır. Hələ belə gəzsək, içərisində qarpızlar çoxdur, sayıcılar çox xışlayıb, hayf eləmək istəmirik. Bax, bunu da belə görsədim sizə. Gəl, bunu da belə bir dənə də əlimdə belə görsət. Grant F1-i. Xeyri, bərəkətli olsun. Allah xeyir versin. Bir dənə böyüyü var. Bir dənə burada yaxşı bir böyüyü var. Gəl, onu yaxça bir dənə görsədək. Yol qırağıdır. Yol qırağıdır. Böyükdür. Yəni, böyük olanda, indi siz xırdaları gördünüz. Böyük olanda göstərmək istəyirəm formasını. Bax, hazır vəziyyətdə, bax, bu qaydadadır. Grant F1 yumru, qara qarpızdır. Allah xeyri, bərəkətli eləsin, xeyirli olsun. Sakata şirkətinin qarpız toxumları. İstər Legio, istər Grant, istər Abad, hamısı çox gözəl nəticələr veribdir. Maşallah olsun. Allah əziyyətimizi itirməsin. Həm əkinçilərin, həm bizim. Bilirsiniz ki, sahələrdəyik. Hər gün sizə yeni-yeni məlumatlar paylaşırıq, yeni-yeni videolar paylaşırıq. Bunlar hamısı real nəticələrdir. Bu günləri 3 iyun 2026-cı il. Sabirabad rayonundayıq. İnşallah bundan sonra da daha ətraflı gedişata görə sizə videolar paylaşacağıq. Xeyri, bərəkətli olsun. Allah xeyir versin. Maşallah olsun. Bax, gəl bura. Var ama.
Bak bunu tağ iz sal. Bak bu tağın izli gözün. Tağın izi. Bak bu da böyle. Maşallah.